Elhamdülillahi Rabbil alemin. Alemlerin Rabbi üçündür hamd. Bir gün bir padişah bir gösteriş verir. Deyir, məni kim çox istəyirsə mənə bir hədiyyə gətirsin. Bir nəfər də bir hədiyyə alır, gedir padişahın huzuruna, baxır görür burada elə hədiyyələr var ki, bu onu təqdim eləməyə utanır. Növbə gəlib buna yetişəndə o sultana deyir ki, mənim imkanım bu hədiyyəyə çatdı. Amma buradakı hədiyyələrin də qiymətimi görürəm. Amma içimi də görürəm. İçimi də görürəm. Vəziyyətimi də bilirəm. Əgər mənim imkanım olsaydı, bura gətirilən hədiyyələrin toplumunun neçə mislini sənə hörmət əlaməti olaraq verərdim. Hədiyyəsi kiçik idi, amma sözü böyükdür. Görərsən, insan bir meyvəni yiyər, şirindir, dadlıdır, deyər, ilahi, bu neymətin mənə verdiyin üçün sənə şükr edirəm. Amma insan həmd deyəndə, deyir, ilahi, bu meyvənin ağacına görə də, ağacın toxumuna görə də, o toxumun yetişdiyi torpağa görə də, suya görə də, yağışa görə də, buluda görə də, buludu gətirən küləyə görə də, hamısına görə sənə şükr edirəm. Həmd ümumi mənadadır. Bir var mənə yetişən neymətə görə şükr edirəm. Buna şükür deyirik. Bir də var sənə yetişən neymətə görə də şükr edirəm. Başqasına yetişən neymətə görə də şükr edirəm. Buna deyirlər həmd. İlahi, mənə verdiklərinə görə də, insanlara verdiklərinə görə də, heyvanlara verdiklərinə görə də, o ruzunu yaratdığına görə də, yerə görə də, göyə görə də, hamısına görə sənə şükr edirəm. Buna deyirlər həmd. Elhamdülillah. Həmd insanı böyüdər. Niyə? İndi sənə bir şey yetişibsə, onun üçün şükr eləyirsənsə, bu hələ insanlıq borcundur da, sənə buna verilib, yaxşılıq olunub, sən də şükr eləyirsən. Bir də var, sənə yetişməyib, başqasına yetişib. Qonşuva Allah bir neymət bəxş eləyib, deyirsə, əlhamdülillah. Ona görə. İnsan böyüyər, burada böyüməz. İnsan düşüncəli halda həmd eləsə, çox böyüyər. Düşüncəli halda, ya. Hey, bir var adamın öz evladı dünyaya gəlib, adam şükr eləyir. Bir də var ki, bir başqasının evladı dünyaya gəlib, ona şükr eləyir. Heyvanatlar dünyaya gəlir, şükr eləyir. Otlar çıxır, şükr eləyir. İnsanı böyüdər, bu böyüdməz, böyüdər də, amma düşüncəli formada. Biz təşəhhüddə deyirik nə? Elhamdülillah. Elhamdülillah Rabbil alemin. Aləmlərin Rəbbinə həmd olsun. Öz bəndəçiliyimizi Allaha göstəririk. Əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh. Mən bir qısa
kəlmə-i teyyubə ilə kəlmə-i şəhadətin sizdən fərqini deyim sizə burada. Sizə də maraqlı olar. Hər kəs kəlmə-i teyyubə desə, məsələn, la ilahə illallah, Muhammedun abduhu və rasuluhu. Bunu desə, diliyle bunu söyləsə, o insan küfürdən çıxar, müsəlman sayılar, bədəni, paltarı pak sayılar, canı haramdır artıq, malı haramdır, namusu haramdır, ona toxunmaq nədir? Haramdır, oldu müsəlman. Nə dedi? Dedi, Allahdan başqa bir məbud yoxdur, Muhammed Allahın qulu və rəsuludur. Dili ilə bunu dedi, kifayətdir bizə. Amma indi biri deyir, əşhədu ən la ilahə illallah. O mənası nədir? Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Bax, şəhadət verirəm. İnsan nəyə şəhadət verər? Gördüyünə. Bu göz görməz onu. Nə göz görər? Hansı göz görər? Qəlb gözü. Qəlb gözü görəndən sonra deyər əşhədü ən la ilahə illallah. Şəhadət verirəm mən. Qəlbimin gözü görür. Əgər qəlbindirsə, müşahidə eləyən qəlbindirsə, artıq o kəlmə-i teyyibə daxil olur bara. Qəlbinə. Kəlmə-i teyyibə müsəlmanın dediyidir, kəlmə-i şəhadət müminin dediyidir. Çünki qəlbim şəhadət verir ki, Allahdan başqa məbud, ilah yoxdur. Mən düşünürəm ki, biz buna gedib yetişməliyik. İman dərəcəsində gelib yetişməliyik ki, şəhadətimizi Allah qəbul eləsin, əzizlərim. Qəbul etsin ki, sən doğrudan da şəhadət verirsən. Yəni, şəhadət verməkdən ötürü qəlbin buna şahid olmalıdır. Qəlb gözün müşahidə eləməlidir ki, doğrudan da bu aləmdə Allahdan başqası yoxdur. Allahdan başqa ilah yoxdur. Allahdan başqa məbud yoxdur. Allahdan başqa tanrı yoxdur. La ilahə yoxdur heç bir ilah illallah. Allahdan savayı. Qəlbimizi aparmalıyıq yuxarıya. Mərifətimizi aparmalıyıq yuxarıya. Yuxarıya aparmalıyıq ki, o qəlb gözümüz müşahidə aləmdə bu məsələləri müşahidə etsin və sidqi qəlbinə şəhadət gətirsin. Desin, əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh. O, vahiddir, əhəddir, yeganədir, tayı bənzəri yoxdur. La şərikə ləh və onun heç bir şəriki yoxdur. Bu müşahidə gözü olmalıdır insanda. İnsan gəlib şəhadəti qəbul olunsun deyə nə olmalıdır? Gəlib yetişməlidir bura. Əlbəttə ki, dedim, bu şeylər Təvhid bölməsində bəhs olunub bunlar. İnsan gərək aləm kitabını oxusun. Bunları bilməkdən ötürü 3 kitab var. O 3 kitabı hər zaman düşünsün, oxunsun. Biri nəzəri olan kitabdır, Allahın kitabı, Quran-ı Kərim. Allah orada nələr haqqında düşünməli olduqlarımızın hamısını bizə göstərib. Hacıca yeməyimizə belə deyir. Məgər onlar yeməklərinə baxmazlar. Öz taamlarına baxmazlar. Yemək yeyəndə də sən nə edə bilərsən? Mərifət hasil edə bilərsən, baxa bilərsən, bax bu taamlara, bax bu yeməklərə, bax bu meyvələrə. Elhamdülillah.
Allah bir tikə torpaqdan, bir kiçik bağçadan rəngbərəng meyvələr becərdir, çıxardır. Fərqli tamlar da olan meyvələr, qidalar çıxardır. Həmd olsun Allaha. Həmd olsun Allaha. 2 dənə bitkidir. Bir-birinin yanındadır. Heç bir qarış arası yoxdur. Birindən qırmızı, acı, birindən qırmızı, şirin, birindən qırmızı, tuş və yaxud da fərqli rənglər. Həmd olsun Allaha. Həmd olsun Allaha. Bir ovuc toxumda bir böyük bağçanın ağacını saxlayıb. Bir ovuc toxumda, hə? Bir ovuc toxumdur. Görərsən ki, bunu əkərsən, bir dənə böyük bir dənə bağça olar. Hər meyvədən olar. Bir ovuc toxumda gör nələri saxlayıb. Həmd olsun Allaha. Adi yeməyində də ona baxa bilərsən. Yeyəndən sonraki proseslərə də baxa bilərsən. Hər şeydə insan müşahidə eləsə, şəhadətinin gücünü neyər? Artıra bilər. Əvvəl Quran. Quran bizə göstərəcək nələri düşünəcəyik, nələrdə mərifətimizi artıracaq. Kitab-ı Quran, Kitab-ı Aləm, dünya özü bir dənə kitabdır. Bu misalları hardan çəkdik biz? Dünyadan. Allah da elə dünyadan çəkir. Dünyanın üzərindən çəkir. Göydən çəkir misalları, yerdən çəkir. Biz deyir, ağca qanadı belə misal çəkməkdə utanmaraq. Ağca qanad, elə ağca qanad çox böyükdür. Ağca qanadın bir quruluşda var. O qanadının bir dənə tərpənməsi var. Saniyədə 80 dəfə mən oxumuşam. Bir saniyədə 80 dəfə nedir? Qanadını tərpədir. Bu işıq ki yanır, sönür. Sən görürsən ki yanır. Amma o saniyədə 80 dəfə yanıb sönür. Bilirsiniz də onu. 80 dəfə yanırsa, amma sən görmürsən. Ağca qanadı gör necə yaradır? İşıq surəti. Həmd olsun Allaha. Burada da yoxdur. Onun nəşləri var. O nəşlərdə hələ bir dənə metal yarada bilməyiblər ki, o itirikdə olsun. Elə bir şey görürsən, insanın dərisi qalındır ya, elə belə də. Görmürsünüz də iynə vuranda elə belə xırç eləyir. Asandan kesmir adama. Gedir, tapır onu. Elhamdülillah. Allah deyir, mən ağzı qanadı belə misal çəkərəm. Sizə utanmaram. Mənim məxluqatım, yaradılış sənətim bu cür nədir? Aləmi oxu. Aləm kitabı bir də var, insan kitabı. Özünü tanı. Özünü tanı. Nəfsini tanı. Həm zahiri, həm batini. Özünü tanıyan Allahı tanıdı. Nəfsini tanıyan Allahı tanıdı. Bu 3 kitabı oxu. Bu 3 kitabı hər dəfə oxuyandan sonra, hər dəfə Allah bir şey sənə göstərəndə səmimi qəlbdən, imanla bilirsən nə deyəcəksən? Əşhədü ən la ilahə illallah. Həqiqətən. Həqiqətən. Allahdan başqa Allah yoxdur, mən buna şəhadət verirəm. Vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. Şahidəm mən buna. Qəlbim buna şahiddir ki, Muhammed həqiqətən Allahın qulu və rəsuludur. Əvvəl al Peyğəmbərin Həzrəti Muhammedin qul olmasını dərk eləməlisən. Gör necə qul idi. O əzəmətdə Peyğəmbər idi, amma Allaha qul idi. Biz onun qul olmasını nədə görürük? Onun həyatının hər sahəsində, ibadətində,
Deyədi Peyğəmbərəm, Allah cənnət vədə verib mənə, bu qədər işim, gücüm, cəmaat, ictimaiyyət. Adam deyirik də, biz deyirik, baba da iş güc. Onu ilə bərabər səhərə qədər gecənin 1/3 ayaqları şişənə qədər. Xanım Ayşə deyirdi ki, Peyğəmbər gecəni o qədər namaz qılır ki, ayaqları şişirdi. Ayaqları şişirdi. Ayaq üstə durmaqdan. Bilirsiniz, ayaq üstə duranda da mən ayaqları şişirdi. Bu qulluğunu bildirmək istəyir ki, Allah, mən sənin qulluğunam. Neyim var səndəndir. Bax, söz budur. Qul bu deməkdir. Neyim var səndəndir. Nəfəsim sənin əlindədir. Onlar and içəndə məsumlar bu cür and içirlər. Nəfəsim, canım əlində olana and olsun. Nəfəsim onun əlində. Hər sahəsində qul idi. Hər halında qul idi. Və qulluğu ilə fəxr edirdi Allahın Rəsulü. Çox maraqlıdır. Dedi, Allah məni gözəl isimlər və sifətlərlə nə etdi? Mədh elədi Quran-ı Kərimdə. Amma bunların içərisində mənim üçün ən gözəli, ən qəlbimə yatanı bu idi ki, mənə dedi, əbdi, ey mənim qulum. Bəh, bəh, bəh. Və buyurur, alimlər buyurur ki, Peyğəmbər əleyhissalam qul olmasa rəsul ola bilməz. Əgər bir məqam istəyirsən Allah yanında, mütləq gərək qul olasan. Əbd olasan, bəndə olasan. Həmd olsun Allaha. Muhammədən əbduhu və rəsulu. Şəhadət verirəm ki, Allahın həm qulu idi, həm də rəsulu idi. Allah tərəfindən göndərilmiş idi. Vəzilər var indi deyirlər, məsələn, Peyğəmbər yaxşı adamdır, əxlaqlı adamdır, filosof adamdır, nə bilim, alim adamdır, belə tərifliylə adamı xoş gəlir də. Amma Peyğəmbər deyir. Güclü dövlət adamıdır, dövlət qurdu, belə elədi, ictimai xadim, nə, bunları qalxızır yuxarıya, amma sonunda deyir, nə? Bu elə adam idi də, bu Allahın heç bir əlaqəsi yox idi. Gör necə oyunlar oynayırlar, amma elə deyil. Peyğəmbərin elmi də Allahdandır, ictimai xadim olması da Allahdandır, hikməti də Allahdandır, hər nə var Allahdandır. Onun üçün deyir ki, əvvəl denən quldur, sonra rəsuldur. Hər neyi var, rəsulluğu da Allahdandır. Hər neyi var Allahdandır. Adam təəccüb edərdi ki, Allah bir peyğəmbərini, birisini, Allahın əlində deyil hər şey, birisini peyğəmbər eləyəcək, bilir də, bu elə dünya yaranmamışdan bilir ki, bu Abdullahdan bir oğul dünyaya gələcək, Muhammed adında bu peyğəmbər olacaq. Allah bunu əzəldən bilirdi inşallah, əlhamdülillah. Elə eləyər ki, Həzrəti Peyğəmbər yazıb, oxuyan, nə bilim, belə bizim bildiyimiz savad, elmi var ha, elm başqadır, savadı başqadır. Savadlı adam olardı. Bilirsiniz də, yazıb oxumaq bacarmayıb Peyğəmbər. Bunun özündə də bir hikmət var. Bilirsiniz hikmət nədir? Hamı baxdı ki, bu bir kitab oxumayıb, bir kitab yazmayıb, bir vərəq yazmayıb, amma göylərdən xəbər verir. Yerin altından xəbər verir. Keçmiş qovumların hadisələrindən xəbər verir. Lut qovmundan, Ad qovmundan, Səmud qovmundan. Allah Allah, bu insan çıxmayıb kənara. Bir dəfə səfər olub, gedib 12 yaşında Bosraya gedib, gəlib əmsinin yanında, onda belə də, 50'nin altında. Bu Məkkənin içərisində oturub, qədimlərdən xəbər verir, gələcəklərdən xəbər verir. Bir dənə də kitab oxumayıb. Çünki məsələn oxudu İncildən, Tövratdan və yaxud nədən.
İnsanın ana bətnində neçə pərdənin altında necə inkişaf eləməsindən xəbər verir. Bugünkü genetikadan xəbər verir. Biz onların nütfələrini doldurulmuş gəmilər kimi elədik. İnsanın genində nə var? Bütün arxiv yerləşir orada. Onu bənzədir dolu bir gəmiyə. Gəmini ki doldurarsan, hər şey olur onun içərisində. Gəminin içərisində bilirsiniz hər şey olur. Hər şey. Çünki daha qurudan uzaqlaşdın da sən. Bunların hamısını xəbər verir. Nədir bu? Rəsuldur. Göndərilmişdi, xəbəri alan var. Yuxarıdan xəbər alır bu. Bunun xəbərləri aşağıdan deyil. Bunun xəbərləri yuxarıdandır. Bunun xəbərləri bir zamanı əhatə eləmir. Bunun xəbərləri zamanın əvvəlindən və zamanın sonundan xəbərdar olan bir kəsdəndir. Allahu Cəllə Cəlaldır. Əşhədü ənə Muhammədən əbduhu və rəsuluhu. Sonra nə? Allahümmə səllə əla Muhamməd və ali Muhamməd. Biləsiz, səlavat təşəhhüdün tərkib hissəsidir. Səlavatı çıxarsan oradan, namaz batildir. Həzrət-i Muhammədə və onun pak soyuna dua etmək namazın əsas hissəsidir. Bütün məhzəblərdir. Əsas hissəsidir. Hətta alimlər deyirlər ki, bizim 3 salam deyirik. Əssalamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkatuhu. Bu mənası budur ki, salam olsun sənə ey nəbi. Yəni Həzrət Muhammed. Əssalamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkatuhu. Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun. Bu salamdan deyil. Bu təşəhhüddəndir. Yəni təşəhhüdün ardıdır. Alimlərin bir çoxudur ki, bu təşəhhüdün ardıdır. Biz ki, deyək, Allahümmə səllə ələ Muhamməd və ali Muhamməd, əssalamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkət. Salam olsun sənə, ey Peyğəmbər. Çox istərdim ki, bu sözü deyəndə bir qəlbinizi Peyğəmbərə tərəf tutasınız. Bir Mədinəyə səmtinə tutasınız. Vallahi adam kef eləyər. Hər dəfə deyər, gündə neçə dəfə deyirik maşallah. Gündə azı 10 dəfə deyirik. Əssalamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkət. Salam olsun sənə ey Peyğəmbər. Allahın rəhmət və bərəkəti olsun. Allah bizə nəsib elə Mədinədə duraq Peyğəmbər əleyhissalamın o zirəhnə tərəf üzümüzü tutaq, məscidinə tərəf üzümüzü tutaq, əlimizi qoyaq sinəmizə deyə Əssalamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkət. Allah bunu bizə nəsib eləsin. O 2 dənə salam ki qalır yerdə, 2 salam ki qalır yerdə, o 2 salamdan birisi vacib, ikincisi müstəhəbdir. İnsan indi bunlardan hansını vacib seçsə özünə ixtiyardadır. Onlardan birisi budur. Əssalamu aleyna. Salam olsun bizə. Özünə salam verirsən, yanındakilərə salam verirsən. Əssalamu aleyna. Salam olsun bizə. Və alə ibadillahi salihin. Salam olsun bizə və Allahın salih bəndələrinə. Bax, burada da bir hikmət var. Özbü nə edirsən? Allahın salih bəndələri ilə bir yerdə qatırsan. Elə gərək insan elədir, onun üçün deyilər namazdan sonra namazı qoru. Yəni sən ki, salih bəndələrlə bir yerdə özbü salamladın, cəm oldun, onu gərək qoruyasan. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salam olsun sizə.
gördüklərimizə, görmədiklərimizə, tanıdıqlarımıza, tanımadığımızlarımıza, mələklərə, möminlərə fərqi yoxdur. Hamınıza salam olsun və Allahın rəhməti və bərəkəti olsun üzərinizə. Bir dənə nöqtəni də burada toxunum, tamamlayayım bu mövzumuzu. Elhamdülillah ki, namaz mövzusunu biz neçə vaxtdır danışırdıq, dua edirdik ki, namaz mövzusunu tamamlayaq. Elhamdülillah, Allah nəsib elədi. Biz bu mövzunu bu gecə, bu gün nəsib oldu, tamamladıq. Təşəhhüd halında oturanda iki dənə oturma halı var. Birisi budur ki, insan sağ budunun üzərində oturar, sağ ayağı da onun üzərində bu formada otura bilər. Bir bu formada, bir də ki, həmişə oturulur, sən diz üstlərində oturar. Amma o diz üstündə oturanda mən möminlərə diqqət eləmişəm, istəyirəm bunu toxunum. Çalışın ayaqlarınızın arası 4 barmaqdan artıq olmasın. Adam var oturur, ayaqlar nə olur? Çox aralı olur. Allah huzurunda bu cür oturmaq olmaz. İmam Sadiq əleyhissalamdan dedi, 4 barmaq olsun ayaqlarınız arası. Ya da elə otura bilmirsən, eləyə bilərsən. Adətən əhl-i sünnə qardaşlarımız məsələn o formada oturmağa üstünlük verirlər. Sağ budun sol budun üzərində otururlar. Bu da bizim şəriətimizdə də var bu formada və ayaqlarını da, baş barmaqlarını da yerə qoyurlar. İndi o göstərmək lazımdır. Amma hər halda oturanda çalışın, Allah qarşısında ki, oturacaqsa o xuzu halında, əllər budların üzərində olsun, diz qapaqlarında olmasın. Bəzi adam otur, əlləri harda olur? Diz qapaqlarında olmasın. Əllər budların üzərində olsun və ayaq nə çox bitişik, nə də çox aralı olsun. Müstəbdir 4 barmaq qədər, sən ayağınla dizlərin arası da, dizlərin arası o formada olsun. Allah qəbul etsin. Həybə qoy bir dənə də bunu deyim də. Qutaraq, yekunlaşdıraq. Biz Cəfəri məzhəbində bir müstəhəbbat var. Namazı bitirəndən sonra 3 dəfə nə deyirik? Təkbir deyirik. Allahu Ekber deyirik. Qoy bunun anlamını da deyim sizə, mənası təkbirin, əvvəldəki təkbirin mənasını demişəm, təslimiyyətdir. Allahu Ekber. Allah mən sənə təsliməm. Buradakı mənası budur. Allahu Ekber, yəni la ilahe illallah. Allahdan başqa, Allah yox, inkar edirəm. Yəni mən ki namaz qıldım, Allah böyüdür, yəni Allahdan başqa hər şeyi nə edirəm? İnkar edirəm. Allahu Ekber. Yəni bu inkardır. Hər bir sən ilahı deyək, Allahdan başqasını inkar eləmək mənasındadır. Allah bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Allah bütün namaz qılanlarımızın namazını qəbul eləsin. Allahın verək izzəti cəlalına, əzəmətinə, Allahlığına bizi binamaz dünyadan aparmasın. Namazı yarımçıq saxlayanlardan qərar verməsin. Elə bir halımız olmasın ki, namaz bizi tərk eləsin. Namazı hifz edənlərdən, namazı qoruyanlardan, namazı meyrac edənlərdən bizi qərar versin inşallah. Mömin namazı meyrac eləməlidir, uçmalıdır, getməlidir. Sual verdilər ki, insan başlayanda deyər Əssalamu aleykum, namazda axırda da Əssalamu aleykum. Niyə elə? Bilsin ki, mömin Allahu Ekber deyən kimi gedir meyraca. Qaydanda nə deyir? Təzdən evə adam çıxar bari evə girəndə nə deyər? Əssalamu aleykum. Mömin Allahu Ekber dedi, getdi meyraca. Allahu Ekber. Qaydanda deyək ki, Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Müstəhəbdir, elə sağ tərəfə, sol tərəfə nə desən, boynubu da bükəsən. İndi bəziləri deyir ki, əhl-i sünnəli, yox, əhl-i şiyyədə də var bunlar. Var bunlar. Müstəhəbdir.
Elə əhl-i sünnədə də müstəhəbdir. Etsən heç bir problem yoxdur. Qiblədən çıxmış sayılmazsan. Yəni gəldim, təzədən qayıtdım. Allah bizi namazı meyrac edənlərdən qərar versin inşallah. Allah bizi dində, imanda sabit qədəm eləsin.